Muhterem Prezidentim, Cənab Ali Başkomandan, Dövlət Gömrük Komitəsinin yeni inzibati binası açıqlığa hazırdır. Məruzə etdi, komitə sədri, Gömrük Xidməti General İnsanatı Bağırov. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov dövlətimizin başçısına yaradılan şərait barədə məlumat verdi. Ümumi sahəsi 25 min kvadrat metr olan 18 mərtəbəli binada komitənin struktur bölmələrinin əməkdaşlarının yüksək səviyyədə çalışması üçün hərtərəfli şərait yaradılıb. Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının layihə quraşdırma işlərində maksimum səviyyədə müasir yeni texnologiyalardan istifadə olunub. Bütün layihəçilər, mühəndis və inşaatçılar Azərbaycan vətəndaşlarıdır və ölkə universitetlərinin məzunlarıdırlar. Buradakı hədəf mərkəzində ölkə üzrə yük nəqliyyat vasitələri elektron xəritədə müşahidə olunur. Eyni zamanda Xəzər dənizində gəmilərə gömrük nəzarəti və gömrük postlarına real vaxt rejimində video müşahidə həyata keçirilir. Binada süni intellekt əsaslı risk idarə etmə sistemi və informasiya texnologiyaları infrastrukturu quraşdırılıb. Eyni zamanda burada kiber təhdidlərin kəşfiyyatı və qarşısının alınması ilə bağlı xüsusi avadanlıq yerləşdirilib. Ümumilikdə yeni binada informasiya kommunikasiya texnologiyaları geniş tətbiq olunub. Bu sistemlər mövcud və gələcək perspektivdə xidmətlərin artırılmasını nəzərdə tutur.
Yeni inzibati bina ağıllı bina konsepsiyası ilə idarə olunur. Bu, çevik idarə etməni təmin etməklə yanaşı Azərbaycan Respublikası milli prioritetlər və yaşıl enerjiyə keçid strategiyaları ilə sinxronluq təşkil edir. Binanın 5-ci mərtəbəsində 1200 kvadrat metrlik asma bağ salınıb. Müxtəlif növ ağac və dekorativ gül kolları əkilib. ...500 kvadrat metrlik açıq sahədə əməkdaşların istirahəti və gəzintisi üçün güşə yaradılıb, kafe inşa olunub. Binada gömrük xidmət əməkdaşlarının iş otaqlarından başqa 500 nəfərlik konferans zalı, 17 iclas otağı, atıcılıq tiri, idman sahələri, yeməkxana, kafe var. Şimal-cənub və şərq-qərb nəqliyyat dəhlizləri üzərində yerləşən, son illərdə həyata keçirilən iri miqyaslı layihələr hesabına beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılmasında ölkəmizin əhəmiyyətli rolu nəzərə alınmaqla gömrük işinin təşkili, bu sahədə xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Dövlətimizin başçısı gömrük orqanları tərəfindən ayrı-ayrı vaxtlarda müsadirə olunmuş tarixi mədəni əşyalardan ibarət muzeyə baxdı. Burada eramızdan əvvəl 1-ci minillikdən 20-ci əsrin 50-ci illərinədək dünya ölkələrinin tarixini əhatə edən eksponatlar sərgilənir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə gömrük sisteminin inkişafı istiqamətində həyata keçirilən islahatlar hesabına indi ölkəmizin gömrük xidmətində ən müasir texnologiyaların, qabaqcıl təcrübənin, elmi əsaslı layihələrin, rəqəmsal həllərin tətbiqi həyata keçirilir. Reallaşdırılan qabaqcıl texnoloji həllər gömrük əməliyyatlarının asanlaşdırılması və sürətləndirilməsi, iqtisadi təhlükəsizliyin daha etibarlı təmin olunması ilə yanaşı, şəffaflığın artırılmasına, gömrük biznes əməkdaşlığının qarşılıqlı etimad əsasında gücləndirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə əlavə imkanlar yaradır.